Bizi izləyənləri salamlayıram. Belə bir insight yaxınlaşıb. Düzdür, işin əvvəlini çəkə bilmədim. Deməli, bunun tarixçəsi nədir? Sahibi aparıb yuduzdurmağa mühərrik hissəni motorxan. Ondan sonra avtomobil xoda düşmürdü. Bir də ona qədər də bir neçə ustanın yanına aparıb Vanusun daçki, yəni qüsur kodunu verirdi. Check engine-də işığı yanırdı. İndi hal-hazırda düzəlib, kodlamışam. Biz sizə göstərəcəm nə işlər görülür. Rəşad, bir dənə CPS-ini tapmışam ki, beynim pilinin birinə bax. Bax, əyilib. İndi bilmirəm, kodlanma ya Vanus hələ ondan edir. Beyinə bax, açıqdır. İndi söküb baxacam onun içinə. Çox güman ki, su girib onun içinə. Bu da idarə etmə blokunun içinə. Burası. Bu da bizim həmənki insightımız, kodlamayan. Baxın, hər bir şey işləyir. Deməli, problem nə idi? Su düşmüşdü idarə etmə blokuna. Ayaqlarında faykalar atmışdı. İdarə etmə blokunda müəyyən manipulyasiyalar apardıq. O ayaqlar bərpa olundu və avtomobilimiz işə düşdü. Problem olsa müraciət edə bilər. Bir də sonunda qeyd eləmək istəyirəm ki, bu mühərrik hissəni gizli motorla yumaq məsləhət deyil. Çünki özünlər işləkirlər, hər birisinə idarə etmə bloku. Bunu biz yoxlayanda bunun içərisi su idi. İdarə etmə bloku hər bir elektrik nazirləri, ona görə məsləhət deyil. Sağ olsun, düzgün motorla. Bu qədər.